Birindən göndərsən, get filan kəsin mağazından al. Mağazına gedir, deyir, mağazin bağında, deyir, get ora get. Orada bu məsələ o qədər uzaqlaşır. Hədəf əsli bu idi ki, bu günləri biz bunu calayaq burada, ziritillər bizim söhbətimizi qulaq asın. Hədəf əsli bu idi, düşdük mağazinlərə. Hədəfdən, nə qədər getdikcə hədəfdən uzaqlaşsın. Dini ayinlərimizdə, dini adət-ənənələrimiz simvolik şəkildə bəzən olunur, hədəf nə idi, o unudulur. Əbu Abdullah Hüseyin Aleyhisselamın gələk değerli çalamlarından bu günləri bir dənə hədis öyrənək. Deyək ki, Əbu Abdullah Hüseyin Aleyhisselam bizə bu yolu öyrəndi. Salavat deyin Muhammed Ali. Salli ala Muhammed ve ali Muhammedin ve accil faracahım. Birimizin anlatının ruhuna, mərizlərin şəfaat tapmalığına, gəlin bazılar ehsan düşürdülər, ehsanların qəbuluna, Muhammed Ali Muhammedin ruhu mütəhrinə salavat deyin. Bir şəxs gəldi, Hazreti Əbu Abdullah Hüseyin Aleyhisselamın huzuruna. Gəldi dedi ki, ağa mən günahkar bir adama məni muizə elə. Faizni bi muizetin. Öğüt ver, mənə nəsiyyət elə. Bu günləri biz özümüzü eləyə bilərik o şəxsin yerinə qoyaq da, maraqlı da yağın ki bizə. Bir şəxs gəlib Həzrətinin huzuruna mənə deyir ki, mənə muizə elə. Bir salavat deyir Muhammed. Allahümme salli ala Muhammed. Şəhədalarımızın ruhuna salavat deyir. Allahümme salli ala Muhammed ve ali Muhammed. Buyurdu ki, dedi ki, mənə muizə elə. Həzrət dedi ki, nə istəyirsən, yəni dərdin nədir? Dedi ki, mən günahkar bir adamam. Hamımızın günahımız var da, bu günlər istəyir, Həzrətin qapısına gedək, Həzrətdən bir dənə öğüd alaq, nəsiyyət alaq. Fə izni bi muizətin, dedi, ağa, mənə muizə elə. Dedi, ənə rəculun asil fəla əsbiru aləl məsiyə. Dedi, mənim muizə ilə, mən günaha düşəndə, günahla üzləşəndə səbr edə bilmirəm. Yəni, nəfsimi boğa bilmirəm. Neyniyim? Bu bir dənə dərddir ki, hamımızın dərdi, düzdürmü? Hamının problemidir. İmam əcəba hansı cavabı verdi o adama? Məsələn, biri şərab içəndir, biri alverində haram işi görür, biri gözünü kontrol edə bilir, biri ailəsi ilə müamilədə harama düşür, biri övladı ilə və s. Mən neyniyim harama düşməyim? Mənə bir muizə elə, imamsan, peyğəmbər balasan, peyğəmbərin dizinin üstündə, çiynində böyümsən. Ya Əbu Abdullah Hüseyin Aleyhisselam. İmam ona qayıtı dedi ki, bunu diqqətli ol, məclisin axırında soruşacağım səndən. Dedi, if'əl xəmsətə əşyai. 5 dənə şey sənə deyəcəm, cavan onu elə. Fədlib maşid. Ondan sonra nə qədər günah edirsən elə. Amma o 5 dənə dediyim şeyə de, əməl eləməlisən. Yəni, bu hədisə zahirdən əvvəl baxanda adam deyir ki, əcəb, imam görəsən nə deyəcək ki, bəlkə də doğrudan da günah eləməkdən ötəri bir vıxıd vardı bəlkə də. İmam buyurdu ki, 5 dənə şey. 1. Fəəvvəlü zalik. O 5 dənənin birincisi. Buyurdu ki, uxruc min vilayetillah və adlib maşid. Və sani, utlub mevdi'en la yarakallah və adlib maşid. Və thalith, ولا تأكل رزق الله واذنب ما شئت. الرابع إذا جاءك ملك الموت ليقبض روحك وادفعه عن نفسك. والخامس إذا أدخلك مالك في النار فلا تدخل النار واذنب ما شئت. Bu ərəbisiydi sizə deyim. Hala tərcümə edirəm. Birinci buyur ki, Həzrət. Get cavan, sən ki deyirsən günah eləmək istəmirəm, amma günaha düşürəm. Dedi 5 dənə şeydən birincisi budur ki,
Uxruc min vilayetillah. Allah'ın vilayetinden xaric ol. Elə bir yer tap ki, ora Allah'a aidiyyəti olmasın. Allah özünə aid olan yerdə hakimiyyət edə bilər də, düzdürmü? Deyək məsələn, bu gün Ərbağanın mənzilidir. O bu mənzilində deyə bilər ki, oradan oturma, burada otur və s. Çünki buranın hakimidir, buranın sahibidir. Alan gəlsin, sənin evində hakimiyyət edə bilər ki, yox, deyir ki, bura sənin deyil ki, ya həyətdə, ya şəhərdə. İnsan nəyə sültəsi var, hakimiyyəti var, orada edə bilər, nə eləsin? Orada əmr eləsin. Desin, bunu elə, bunu da eləmə. Və sənin də mənim borcumdur ki, gəl ona əməl eləyək. Həzrət buyurdu ki, cavan, bir, elə bir yerdə ged, günah elə ki, ora Allahın vilayəti olmasın. Sonra orada ürəyim istəyən günah eləsən elə. Cavan fikirləşdi. Əcəb, görürsən, elə bir yer var. Elə bir yer olar ki, oturasan, fikirləşəsən, istəyən günah eləməkliyə. Desən, aha, tapmışam buradır. Uşaqlıqda yadınızda da məsələn adam deyirdi ki, məsələn, bir dənə dəmir sandığın içine məsələn girə, orada günah eləsə, orada heç kim görməyəcək. Bir gizli bir yerə bir padvala düşəsən. İndiki zamanədə heç bir insan onu düşünə bilməz. Görürsən, hər yerə gitsən, kamera qoyulubdur. Da indi də mağazinlərdə çox yerdə də nə axranlik var, nə bir şey. Bir, Allah'ın hakimiyyətindən xaric ol. Cihad için xaric ola bilməz. İki, la tə'kul rizqallah və znemmaşi. Allah'ın çörəyini yemə. Allah'ın ruzusuyla qidalanma. Nə qədər günah edirsən elə cavan. Yəni deməyim budur ki, İmam buyurur ki, sən Allah'ın ruzusuyla qidalanmayasan, yəni Allah səndən nə tələb edəcək? Allah deyir ki, onu yemə, bunu yemə, bunu iç, bunu içmə, şərab içmə. Deyirsən ki, niyə? Onu yemə, bismillahsız heyvanı yemə, basırsan, yiyirsən, deyirsən, olmaz. Əgər mənimdirsə, mən deyirəm, nə zərərdir, nə xeyirdir sənə. Gene də sənin özünə qayıdır, Allah. Xeyri də sənə qayıdır, şərri də sənə qayıdır. Ağa, bu şərabı içmə, bu günlər Əbu Abdullah Hüseyin Aleyhisselamın məclisində tövbə elə, Allah'a deyirəm ki, ey Allah, mən bu məsciddə tövbə edirəm, Allah'ın evində tövbə edirəm. Əbu Abdullah Hüseyin bu günləri insan həqiqi məclis Əbu Abdullah Hüseyin o vaxt ola bilər ki, insan hər il Əbu Abdullah Hüseyin Aleyhisselam məclisində bir şeyə tövbə edə bilər. Alverimdə düz olacağım, insanları haram aldatmayacağım, ailəmə, övladlarıma halal pak ruzi gətirəcəm. Bu oldu bir iş. Dedi ki, Allah'ın ruzusuyla qidalanma. Yeryüzündə nəsə bir şey tapa bilərsən, əli uzadırsan ona, deyirsən ki, bunu yiyirəm, bu Allah Azze ve Celle məxsus deyil. Elə bir şey tapa bilərsiniz? Var mı? Bəlkə də vardı, mən xəbərim yox. 3. 5 dənədən ikisini demişim, bəlkə də 3 dənədə şans var. Günah eləməyə. Buyurdu ki, utlub mavdi'en la yarakallah və adnimmaşi. Əbu Abdullah Hüseyin Aleyhisselam. Dedi, günah eləyirsən, mən demirəm səni eləmə. Qabağımı da tutmuram. Eləmə bunu, yox, yox. Utlub mavdi'en, günahdan ötəri sənə yer deyil. Elə bir yer seçəcəksən ki, Allah səni orada görməsin. Ha, orada nə qədər günah eləyirsən, elə. Utlub mavdi'en, mavdi yəni bir məkan. Elə bir yer tap ki, orada səni görən olmaz. Hər yer Allah'ın huzurundadır. Allah Azze ve Celle buyurur ki, وَهُوَ مَعَكُمْ اَيْنَمَا كُنْتُمْ. Sen düşündüğün kimi değil. Uşaqlıqdan sənə elə öyrətmişlər ki, elə düşünürdün. Allah göylərdədir, deməli yeri görmür. Allah hər yerdə buyurur ki, وَهُوَ مَعَكُمْ sizinəndir. اَيْنَمَا كُنْتُمْ. Harda belə olsunuz belə. Nə gözəl çalandır. Hər yerdə varsan, boynumun şax damarından sənə vurur ki, yaxınam sənə. İnsan Allah Azze ve Celle hansısa bir məkan təyin edəndə göydədir. Mənası budur ki, Allah'a bir dənə cismə bənzətsən ki, məsələn deyək, bu cismdir. Bu cism olandan sonra buna hansısa bir yerə qoysun, deyə bilərsən ki, oradadır. Əgər bir şey ki, cismi deyil, nətər deyə bilərsən, o oradadır, yoxsa buradadır. Mümkündür bu.
Allah Azze ve Celle dediğin bir yerdə deməli ona cism qail olduğun için o ona məkan da tərcih elədi. Neyse bunlar əqaidi bəhslərdir, o bəhsə daxil olmadan. Dedi ki, günah üçün elə bir yer axtar ki, səni görən olmasın. O da xəlvətdə, orada günah elə. Amma həqiqət olsun. Orada səni Allah Azze ve Celle insan üzrü istəyirəm, libasını dəyişəndə belə evladından həya edir. Əlbəttə həyalı insanlardan danışır. Bəzi insanlar var, gəlib də ola bilər deyək ki, dayı burada yox, o qədimi adət-ənənə idi. Məsələn, hansısa bir xalqın içinə düşə, hansısa bir mədəniyyət onlardan götürə, fərhəng kulturası dəyişə, deyək ki, o nичего страшного. Həyalı insanlar ailəsinin övladının yanında deyək ki, tərbiyəsinə təsir qoya bilər. Tərbiyəni gərək valideyn özü. Biri qayıtdı dedi ki, bir alim qayıtdı dedi ki, övladımı tərbiyə eləmə. Dedi, bu nə danışır, övladımı tərbiyə eləmə. Niyə? Dedi, ehtiyac yoxdur övladımı tərbiyə eləmə. Не надо воспитывать детей своих. Почему? Не стоит, говорит, того. Зачем ты себя мучаешь? А что мне сделать? Как лучше себя воспитывать? Достаточно. Özünü tərbiyə elə. Özünü tərbiyə elə, uşağın tərbiyə alacaq. Sənin vücudun danışmaqlığın, uşağa demə danışma. Не надо сказать, нельзя врать. Зачем ты это сказать? Лучше не ври. Твой ребенок от тебя возьмет урок, пример. Значит нельзя. Надо быть verным. Ola bilər. Məsələn deyir, Allah'dır, məsələn zəng gəlir. Atası, uşaq görür ki, atası məsələn deyir, я не дома. Как так? Uşaq görür ki, как это? Вроде он дома. Значит, можно врать. Ты непосредственно учишь его, как надо соврать. Buna deyirlər tərbiyə metodu. Sən aldatmağı, yalan danışmaqla tərbiyə edirsən. Buyurur ki, övladı tərbiyə eləmə, özün düz ol. O səndən dərs alacaq. Keçək bu bəhslərdən. 4. Ar-rabi' İza ca'aka melekul maut liyaqbida ruhak ve dfa'a an nefsik ve etnin maşik. Melekül maut gələndə sənin canını almağa. Melekül maut kimdir? Kimsə bilir onu? Əzrail. Aleyhisselam. Aleyhisselam da deyir ki, adını düz deməsən gəlib yaxınına yapışacaq. Əzrail aleyhisselam can alandır. Buyurur ki, əgər Əzraillə dostluğun varsa, ged nə qədər günah eləsən elə. Əgər bilirsən ki, sən ölməyəcəksən. Çünki hesab kitab günahın müqabilində hesabatı ölümdən sonra verəcəksən. O vermirsən ki, sən ölməyəcəksən, nə qədər günah eləsən elə. Bu da 4. Allah Kur'an'da ne buyurur? Buyurur ki, siz ne kadar وَهُوَ مُلَاقِيكُمْ الْمَوْتِ الَّذ۪ي تَفِرُّونَ O ölüm içi deyir, siz ondan qaçırsınız. Hara qaçsınız belə وَهُوَ مُلَاقِيكُمْ O sizin sorağınıza gələcək. Qaçmınız. Ölüm hamını yakalayacaq. Bir dənə yazıdır ilahiden. Qorxulu da bir şey değil. Bu cisim libasdır, bir dənə libasdır. Bunu köhnəldi bu günlərə, attın, təzəsini aldın. Ölüm həqiqi mömin üçün uzun olmalıdır. Axırıncı buyurur ki, İza ədxələkə malik finnar fəla tətqun vədnid maşid. Malik, cəhənnəmin maliki bir mələkdir ki, insanları cəhənnəmə atmalıqa. Onun işi odur ki, götürüb tullayır cəhənnəmə. Deyir, İza ədxələkə malik finnar. Malik səni cəhənnəmə atanda, yəqinliyin varsa cəhənnəmə düşməyəcəksən, vədnid maşid. Nə qədər günah eləysən elə. Əgər dostluğun varsa malikin, yəni yəqinliyin varsa sən cəhənnəmə getməyəcəksən, günah eləyirsən elə. Bunlar, dəyərli dostlar və qardaşlar, Əbu Abdullah Hüseyin Aleyhisselam'dan gəliz bu günləri bunu öyrənək. Əgər bu 5 dənə dərsi Əbu Abdullah Hüseyin Aleyhisselam'ın məktəbindən olsun, inan ki, əgər ömrünün axırına kimi sən əzanı da, təzəni də tərk eləsin,
Deməli, bu əzadan, mukadan, sinə vurmalıqdan Əbu Hüseyn əleyhissalamın bunların hamısından komplekt hədəf həmin o şeydir ki, öyrədir bizə. Yəni, əgər o 5 dənə riayət eləsən, sən günah əhli olmayacaqsan. Yəni, haram əhli olmayacaqsan. Hərc mərzi olmayacaq cəmiyyətdə. Əbşirədə sülh əminamanlıq olacaq. Bütün insanlar əminamanlıqda yaşayacaqlar. Buna deyərlər əminamanlıq. Dinin bütün ayinlərindən, imamların gəlişindən, səmavi kitabların nazılığından, hədislərdən, Qur'andan, peyğəmbərlərin hədəfləri bu olub ki, din nədir? Bir toplum, qaidələr toplumu, konstitusiyasıdır. Əlbəttə ki, bizim bu dünyadakı konstitusiyalar ki var, orada insanın yazdığıdır və onlar da görsən zaman keçdikcə dəyişilir. Çünki hansısa bir məhdud zamandakı yaşayan insanların mənfəətini nəzərdə alır və yaxud və digər diqqət edirsiniz. Zaman keçdikcə görsən ki, tələbat fərq edir, ona görə qanunlar da dəyişir. İlahi bir qanun yazıb ki, o əbədi dəyişməyəcək. Qur'an-ı Kərimin kəlamı əbədidir və əzəlidir. Allah'ın verən izzətinə cəlalına, pərverdigarına bizləri bu yoldan müstədan və möhkəm qərar versin. Allah Əbu Hüseyn əleyhissalamın bizi həqiqi təziyyədarlarından qəbul eləsin. Görürəm, maşallah, yeməyi yemişsiniz, 2 cüra plov üst-üstdən, hamı sizin sifətinizə baxıram, mənə yuxulamaq basın. Ona görə mən belə qərara gəldim ki, söhbəti burada kifayət edir. Biraz mərsiyədən zaddan vuram, bəlkə də siz biraz silkənəsiz ayılasınız. Biraz da buranın eminsin ki, açmalısınız ki, bürkü olmasın. Kondisioneri yandı. Ya kondisioneri yandırız, bəli. Mübarək söndürdü, kondisioner yandı. Mübarək erkimə xəstələnmə, pulov çox iyi. 19'a koy, 16'ya koy, 19 isteyeyim. Allahümme salli ala Muhammedin ve ali Muhammed ve eccel faracahum ve ağısna. Buna ekonu biraz ver de yaxşı almışım. Ve hakkihim ya gıyasel müstegîthîn. Esselamu aleyke ya Ebu Abdillah ve ala السلام عليك يا أبا عبد الله السلام على الحسين وعلى علي بن الحسين. Çəkinməz, hala burada Əbu Abdullahın məclisində gərək hamı aktiv hərəkət edir. Salamları ki, deyəbilirsiniz, sükut eləməyəsən. İnsan özünü öz evindəki kimi. Selamu aləl Hüseyin və alə Ali ibn Hüseyin və alə Olmasaydı Zeynep cer Resul-i Hatem, olmasaydı hediye Zeynep cer Resul-i Hatem'e, koymasaydı qədəm o alime, bu aleme. Hazreti Zeynep'in bu günləri istəyirəm şairindən oxuyaq ki, buyurur, əcəb şair təşbih edir. Olmasaydı hədiyyə Zeynəb gər Rəsul-i Xatəmə,
Əgər Zeynəbi Həzrət Rasulullah Peyğəmbərə hədiyyə edirdir, onun nəvəsidir. Qoymasaydı qədəm o alimə xanım bu aləm. Olmasaydı hədiyyə Zeynəb Gər Rəsul-i Xatəmə koymasaydı qədəm o alimə, bu aləmə nə olardı əgər olmasaydı? Vaqiə-i Kərbəla olardı yox sözüm, amma Kərbəla da yetərdi xatəmə. Ki buyurur, Zeynəb, alimlər də buyurur, Kərbəla der Kərbəla miman əgər Zeynəb. Kərbəlada da qalardı əgər Zeynəb olmasaydı. Əli qızı Zeynəb idi ki, Kərbəlanın hadisəsini bütün dünyaya yaydı. O idi ki, gəldi, yol boyu gedə-gedə əmr bi məruf elədi. Hamıya çatdırdı ki, insanlar açız kör gözlərinizi, açız bu kar qulaqlarınızı pas atıbdır. O batinləriniz Əbavlillah Hüseyin Aleyhisselam buyurdu ki, haram yeməkdən vücudunuz haramla dolubdur, haqqın sözünü eşitmirsiniz. Xanım Zeynəb salamlallahu yol boyu insanlara əmr bi məruf elədi. Küfəyə kimi, Küfədən Şamə kimi, Şamda Yəzidi saldı xütbəsi ilə təxt edən yerə Əli qızı Zeynəb. Qayıtdı Mədinəyə, Mədinədə o qədər əmr bi məruf elədi Əli qızı Zeynəb, o qədər dedi ki, biz Əhl-i Beyt əleyhissalamı nə yollarda, hansı yollarda Əhl-i Beyt Peyğəmbəri, qadınları, qızları, Peyğəmbərin balalarını, dəvələrin qabağında, qolları zəncirli, ayaqları yalın, qəmçilər altında naməhrəmlərin qabağından Əhl-i Beyt Peyğəmbərə bu qədər bi-iffət Peyğəmbərə həyasızlıq elədilər. Zeynəb onu çatdırdı bütün dünya müsəlmanları. Bir həddə ki, Yəzidə məluna xəbər verdilər Şamda. Dedilər, Yəzid ibn Muaviyə məlun xəbəri yoxdur. Əli qızı Zeynəb Mədinəyə qayıdandan sonra Mədinədə inqilab edib. Sənin belə getsə hakimiyyətin sərniqun eləyəcəklər. Ondan sonra idi ki, Həzrət Zeynəbi sürgün elədilər. Həzrət Zeynəb harada yaşayırdı? Zeynəb yaşayırdı Mədinədə. Harada dünyadan dəyişdi? Şamda. Nətər oldu Şamda, Suriyada? Həzrət Zeynəb dünyasını dəyişdi. Çün əyalı ilə, ailəsi ilə Kərbala hadisəsindən sonra Zeynəbliq elədi, Əli sifət Zeynəb sürgün elədilər, təbliğ elədilər ki, hakimiyyətin təhti sültəsi. Bütün imamların zamanında bunu. İmamlar hamısı gəliblər Suriyada, Bağdadda, bu Qazimində. Niyə görə gəliblər? Həmişə Əbbasi xəlifələrinin hakimiyyəti altında qalmaqdan ötəri. Əskəriyyə İmam Həsən Əsgəri Aleyhisselamın adı əsər edildi. Əskəriyyə yəni ki, padiqan, yəni polk. Soldatların padnamlüdeniyası imamlar qalıblar. O xəlifələrin də yəni, taktikasından istifadə edəri Həzrət Zeynəb dedi ki, gəlsin bu. Hakimiyyətdən uzaqda durmasın. Vaqiə-i Kərbəla olardı yox sözüm, amma Kərbəlada yetərdi xatəmə. Zeynəbin vəsfində dil aciz, qələm avarədir. Hər kim ona biçarə desə, özü avarədir. Zeynəbin pak adı hər yerdə yazılsa ələmə, dəstəmazan elə bil varid olursan hərəmə. Nəql edirlər Səlman-ı Farisinin dilindəndir. Ay Həzrəti Zeynəbin bu günləri məclisinə gələn analar, bacılar, bu günləri gəlibsiz, deyəsiz sanki Həzrəti bir-iki dünyasını dəyişər, valideyni görəsən olsa əgər həyatda gələr balasının məclisində oturardı.
Bu günləri sizlər, siz ağalar, Həzrəti sanki əmirin yerindəsiz, qızının məclisindəsiz. Siz analar, bacılar, Həzrəti Zəhra tək balasının məclisində onu əvəz edirsiniz. Ki biz olmamışıq, biz hazırıq onların rolunu oynaya bilər. Səlman-ı Farsi deyir ki, bir salavat deyək. Allahümme salli ala Muhammed ve ali Muhammed. Gəldim günlərin bir gününü Peyğəmbərin huzuruna. Yer gördüm ki, Həzrət Peyğəmbər Əkrəm bu cür evdən, pəncərədən belə deyək, kənara çölə baxır. Uşaqlar oynayırlar, Həsən, Hüseyin, Zeynəb. Baxır, deyir, gəldim, mən də kənarında durdum. Gördüm, Peyğəmbər ağlayır, gözündən yaş tökülür. Dedim, ya Rasulallah, canım sənə fəda, ya Rasulallah, niyə ağlayırsan? Deyir, fikir vermirsən o körpələrə. Dedi, necə məcə? Deyir, bax, gör bacı qardaşa, bu günlərin bacı qardaş. İstəyirəm hadisəsini sizə çatdıram. Bacıların qəlbləri qardaş deyəndə ürəyi sızıldayır. Deyir, görürsən, fikir verirsən, bax uşaqlar oynayırlar. Hər yerdən Hüseyin qədəmin qaldırır, onun qədəm qoyduğu yeri bacısı Zeynəb öpür. Allahu Ekber. Resul-i Ekrem diqqət edir, görəm ki, Hüseyin hər yerə qədəm qoyur, dodaqları Zeynəb qoyur. Allahu Ekber. Xas bir məhəbbəti var idi Zeynəbin İmam Hüseyinə. Əvvəl yerə gətirməmişdi. Əbu Abdullah Hüseyin əleyhissalam Zeynəbi gətirmişdi ki, o haqqın carçısı idi. Ki, qoymasın bu qan yerdən. Gələndə Zeynəb adı mürtəza vurar sinə, tökər imam-ı zaman göz yaşın gülam kim. Hadisdə var hətta buyurur, İmam-ı Zaman ağa buyurur, əgər dərdin olsa, problemin olsa, müşkülün olsa, əmməm Zeynəbə təvəssül olur. Mənim bibim Zeynəbin gediz qapısına vasitə olur. Gələndə Zeynəb adı para olmasa qəlb, bu qəlbi at çölə ki, eyni şərab qabı kimi. Esselamu aleyk, ya Zeynəb-i Kubra. Ya Ümmel Mesaib, ey musibetler anası Zeynep. Ya şeriket-el Hüseyin, selam ola sana ey banuye ezay Hüseyin. Tamam mülkün eyleyen fedai Hüseyin. Selam ola sana ey mektele piyade kaçan, özün belaya sallayıp şiyelerle müşkül açan Zeynep. Selam ola sana buradan yavaş-yavaş istəyirəm qəlblərinizi aparaq. Onlar iki bacıları vardı, bacılarınızın qədrini bilirsən. Bacılar da hər zaman hazırdılar qardaşlı yoldan canından keçsinlər. Selam ola sənə ey yedi qardaşın bacısı Zeynep. Şirin canından qalır taziyaneler acısız Zeynep. Meğer hazır ola Abbas'ın gözünü, Melfez'in gözünün mukabilinde Zeynep'e Gemsi vuralar
Selam ola sana ey İmam-ı Zamanın bibisi. Birazdan inşallah akşamı okuyar inşallah. İltiması dualarında. Bu gurbette ağlayan o 7 kardeşim bacısı Zeynep ise dünyadan gedəndə kimse de olmadı başısında. Allah heç kimin qərib elməsin. Bu gurbette ağlayan gözüm yoldadır ay kardeş. Ki derdin devası kimdədir? Zeynep kimi deyər? Ki derdin devası uzun koldadır. Haber yok elinden, tuta kim elinden, üzüm gülmedi ay kardeşler. Hamı desin mazlum ağam sen, sakit oturma yerinde. Hay aman, hay aman, hay aman, hay aman. Bugün Ali kızının mezlisin ya. Hasan çok yabandı, Ebenfez utandı, Hüseyin gelmedi, canmadı, aymadı, aymadı. Zebes taş vurumlar, yolu üstte durumlar, deyip her kıza da aşk, gözüm töştü kan yaş, dedim canlara. Elə başa dolanmam ay qeyrətli qardaşlar, hansız razı olarsız bacısı gözünün müqabilində vuralar. Sənin qeyrətin oynamaya yerində. Zeynep o halda bir kardeşlerinin adını sadaley. Beni kardeşsiz görürsünüz. Olaydı kardeşlerim benim burada. Ben hemen Zeynep'em Hazan görmüşem ay kardeş. Hüseyin kulak as kulak as. Hüseyin esaretten zahmi zaman görmüşem ay kardeş. Bu Şami'de çok el çalan gördüm ay kardeş. O kadar şemadet elediler, Şam'ın küçelerinde gedirende dediler bu hariciler kimdi? Ali kızına her gelen bir taş attı Allahu Ekber. Ey bacı can verende bakar kardeşe ay kardeş. Bacı can verende bakar kardeşe. Veli Gamli Zeynep baktı dağdaşa ay kardeş. Bu her esnetle ömrü getirdi başa. Mənə dağlar ağlayar, mənə daşlar ağlayar. Bacı neydirəm, mənə Kərbəlada kəsib başlar ağlar ay qardaş. Hamı desin məzlum ağam Hüseyin, bəh 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 bəh. Ya Hüseyin, mazlum ağam Hüseyin. Cismim çıxıb Şirazədən, cismim çıxıb Şirazədən.
ای شاه مظلومان حسین شیراز عزیز قرآن و زینب بازون قربان حسین جانم حسین جان جانم حسین جان سس ver جانم Hüseyin can. سس ver Hüseyin can. جانم حسین جان جانم حسین جان جسمim çıkıp Şirazeden Cismim çıkıp Şirazeden Ey Şah-ı Mezluman Hüseyin Ey Şah-ı Mezluman Hüseyin Zeynep bacım kurban Hüseyin Canım Hüseyin can Canım Hüseyin can. Bir daha canım Hüseyin can. canım Hüseyin can Gerçek